Lukoil'in həm təsisçisi, Forbes-in Rusiyanın 146 milyarderi 2025 siyahısında 13-cü yerdə qərarlaşan Leonid Fedun neft şirkətindəki payını satıb. Yenavaz.com Reuters istinadən xəbər verir ki, milyarder 10%lik payını 2025-ci ilin əvvəlində satıb. Bu paket bazar dəyərlərinə əsasən təxminən 7 milyard dollarla qiymətləndirilir. Agentlik qeyd edir ki, Fedun ilə əlaqə saxlamaq mümkün olmayıb. Lukoil isə satış barədə şərh verməkdən imtina edib. Mənbələrdən birinə görə Monakoda yaşayan iş adamı Rusiyadakı aktivlərini azaltmaq qərarına gəlib. Leonid Fedun 2022-ci ilin iyununda Lukoilin vitse-prezidenti vəzifəsindən istefa verib. Həmin ilin avqustunda isə Moskvanın Spartak futbol klubundakı payını satıb. Onun gedişi o zaman pensiya yaşı və ailə vəziyyəti ilə izah edilib. Reuters xatırladır ki, Fedun 1990-cı illərin özəlləşdirmə prosesində, xüsusilə Qərbi Sibir neft yataqlarının özəlləşdirilməsində Vahid Ələkbərovla birlikdə iştirak edərək Rusiyanın ən varlı şəxslərindən birinə çevrilib. 2025-ci il oktyabrın 22-sində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rosneft, Lukoil və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Cəmi 5 gün sonra oktyabrın 27-sində Lukoil beynəlxalq aktivlərini satmaq planını bəyan edib. Reutersin mənbələri Fedunun təxminən 10%lik payını satdığını təsdiqləsə də, onun bu satışdan həqiqətən 7 milyard dollar əldə edib etmədiyi barədə dəqiq informasiya yoxdur.